Çox əsəb sevdim ola bilər. ya. Bu sözünüzü çox sevdim Kəmalə xanım. Biz həmişə deyirik ki, bizə görə faydalı olan videonun altında deyim ki, bir 10 milyonlarla qəşəng şərhlər yazılır. Amma baxırsan ki, eyni videoya, yəni bundan şəfa alan insanlar var. Eyni videoya bir də çox pis, acı sözlər yazılır. Mən heç cür başa düşə bilmirəm ki, o bu videoya hansı gözlə baxıb ki, o burada bunu görübdü. Çox qəşəng dediniz ki, baxın burada yəni mən enerjini ötürürəm. O hansı enerjidirsə, onu da qəbul edəcək. Əgər o aşağı enerjidədirsə, əlbəttə ki, mənim burada dediyim bu qədər dəyərli məlumatları o öz enerjisinə uyğun dəyərsizləşdirəcək və o cür də qəbul edəcək. Amma yüksək frekansda, məsələn, fərqində olan, yüksək frekansda olmasa belə, həqiqətən də dəyişməyə çabalayan insanlar, məsələn, bizə yazırlar ki, Kəmal xanım, mən sizə inanıram, mən yazılacağam, nə olar. Bax, o insan ən yüksək nəticəni görən insanlardır. Yəni, biz, bilirsiniz, buna düzgün yanaşmaq lazımdır. Bu, mənim sözüm, mənim hissim, hamısı enerjidir. Bax, əl hərəkətlərim belə, burada belə meridianlar var. İnşallah o haqda da danışarıq. Bizim əl meridianlarımız, ayaqda olan meridianlar. Yəni, ətrafla, məsəl üçün, mən toxunuşda hər hansı bir hiss keçirəmsə, o vasitəsilə mənim bədənimi ötürülür. Yəni, bunun da bizim həyatımızda çox böyük bir önəmi var. Bu haqda gələn dəfə danışarıq. Amma dediyim kimi, yəni, auranızın bərpası çox mütləqdir və auranızın bərpası üçün biz sizin hər birinizi mənim proqramda əlbəttə ki, gözləyirik. Çünki çox geniş proqramdır. Bunu bir-iki sözlə burada qısaltmaq olmayacaq. Mümkün deyil. Bəli, razıyam sizlə. Kəmalə xanım, bu auranın bərpası deyirik də biz, auranın bərpası. Elə ola bilərmi ki, bizim çox yaxınlarımız bizim auramızın bərpasına bizə kömək olsun? Əgər siz çox, belə deyim, başa düşən ailədə doğulmusunuzsa, ana, ata həmişə sizə dəstək olubsa, burada sizin ancaq öz karmik dərsləriniz olur. Yəni, siz ata-anadan bir travma almırsınız və yaxud da yaxşı müəlliminiz olub, yaxşı qonşularınız, mühit yaxşıdır da, yəni belə deyim. Ətraf yaxşıdır. Orada belə bir şey var ki, əgər sənin karman da yaxşıdırsa, ki zaten sən oradasınsa, sənin karman da yaxşıdır, amma bəlkə də indi karmik olaraq hər hansı bir sınaqların var. Onlardan da yüngül keçə bilərsən və yaxud ağır keçə bilərsən, bu sənin karmandan asılıdır. Amma burada əgər sənə dəstək varsa, nəsil kodlarında böyük bir travmalar yoxdursa və DNK vasitəsilə səni keçməyiblərsə, bəli, onlar sənə kömək edə bilərlər. Çünki sənin ətrafında belə insanlar varsa, deməli, onların aurası da bərpalıdır. Bəli, travmalı deyil ki, onlar sənə yardım eləyirlər. Bəli, onlar belə.